Böyük xəyalların var, amma hərəkət etmirsən, elə isə bu video tam sənin üçündür. Sən də bu hissi tanıyırsan, xəyalların böyük, hədəflərin iddialıdır, amma bir problem var. İstəyirsən, amma etmirsən, buna tənbəllik deyilir və sən tək deyilsən. Əsas problem bu cümlədədir. Sabah başlayıram. Düşün ki, sabah gəlməyə bilər. Tənbəllik beynin səni rahatlıq zonasına salmasıdır. Sənin hədəflərin bu zonadan çıxmağın üçün səndən daha cəsarətli olmalıdır. Sənin həyatını dəyişmək üçün heç kim qapını döyməyəcək. Hədəflər sadəcə xəyal olaraq qalır, əgər sən hərəkət etmirsənsə. Hər böyük dəyişiklik kiçik bir addımla başlayır. Tənbəllikdən çıxmağın sirri başlanğıcdır. Qanun sadədir. Başla və davam et. Unutma, motivasiya səni hərəkət etdirmir, hərəkət motivasiya yaradır. Hər iddialı insanın ən güclü silahı disiplindir. Hər gün kiçik, amma davamlı addımlar səni xəyal etdiyin həyata aparacaq. İddialısansa özünə sübut et. Sabaha saxlamadan indi başla. Tənbəllik hər kəsdə var, amma qalib olanlar onu yenənlərdir. Həyat dəyişmək üçün sənin addımını gözləyir. Bir sual, başlamağa hazırsanmı? Əgər videonu bəyəndinizsə, kanalımıza abunə olub, videomuza like atmağı unutmayın.